Bismillahirrahmanirrahim. Salam əziz izləyicilər. Sual-cavab verilişinin növbəti buraxılışında hər birinizi xoş gördük. İnşallah bir neçə sual var ki, onlara cavab verəcəyik. Birinci sual, salam, əleykəssalam, torpaq yemək haramdırsa, yemək aldığımız qaya duzunun tərkibində torpaq olur. Onu istifadə etmək olar. Onun heç bir eybi yoxdur. Yəni o duz əgər torpaq onun tərkibindədirsə və onu nə üçünsə ora vururlarsa, onun heç bir eybi yoxdur. Bir də var ki, məsələn, əlavə torpaq var, torpaqla qarışıb, bəli, o zaman onu yemək olmaz. Çünki yəni onu yeyəndə sanki torpaq yemiş olursan. Amma nəyəsə görə onu vururlarsa duza, onun heç bir eybi yoxdur. Mirasdan xəbərim olmayıb, cənabət quslu alanda nifas quslunun adını çəkməmişəm, xəbərim olmayıb. Deyirlər, cənabət quslu nifası da əvəz edir. Xeyr, əvəz etmir. Sadəcə burada siz 2-3 niyyətlə bir qusl ala bilərsiniz. Əgər bir insanın boynunda həm cənabət quslu var, həm məssi meyit quslu var, həm də məsələn xanımlara aid məsələn qusullardan biri var. O üçünü niyyət edib və yaxud da ikisini niyyət edib bir qusul ala bilərsiniz və ayrı-ayrı da ala bilərsiniz. Yəni, bunun heç bir eybi yoxdur. Növbəti bir sual, Məhərrəm ayı yaxınlaşır. Bildiyimiz kimi özümüzü İmam Hüseyn əleyhissalama necə vəsl edə bilərik? Vəsl edə bilərik, yəni birləşdirə bilərik. İmam Hüseyn əleyhissalama təvəssül etmək, İmam Hüseyn əleyhissalamın əzadarlıqlarında, əzadarlıq məclislərində iştirak etmək, bəli, bu insanın həm mənəviyyatı üçün, həm günahlarının bağışlanması üçün, həm İmam Hüseyn əleyhissalamın Kərbəlasından, məktəbindən dərs almaq üçün çox böyük bir fürsətdir. Necə Allah ayı, Ramazan ayı gələndə insan üçün bir fürsət olur, özünü təzkiyə etmək, özünü tərbiyə etmək, islah etmək mənasında, eləcə də Allah dostuna aid, İmam Hüseyn əleyhissalama aid Məhərrəm ayda gələndə çox əlverişli bir fürsət yaranır ki, insan Allah dostu vasitəsilə, İmam Hüseyn əleyhissalam vasitəsilə ilahi məqsədlərə çatsın, özünü islah etsin, təzkiyə etsin və İmam Hüseyn əleyhissalamın Kərbəlasından öz həyatı üçün müəyyən dərslər öyrənib yaşasın. Əgər bunlar olacaqsa, bəli, bu zaman İmam Hüseyn əleyhissalama əza saxlamağın da insana böyük faydası olacaq. Yox, əgər insan bilməsə ki, Məhərrəm ayı hardan gəldi, hardan getdi və onun qayda-qanununa riayət etməsə, İmam Hüseyn əleyhissalamı yad etməsə, İmam Hüseyn əleyhissalama əza saxlamasa, bəli, bu zaman o ilahi hədəflər də onun həyatında gerçəkləşməyəcək. Növbəti bir sual, Hacı zəhmət olmasa ziyarət-i Aşura məsumlar tərəfindən niyə bu qədər təkidlə tövsiyə olunub? Ziyarət-i Aşura ziyarətnamələrdən biridir ki, İmam Hüseyn əleyhissalama, onun övladlarına, onun yanında şəhid olan səhabələrə salam verilir və ziyarət-i Aşuranın həm insanın həyatında, mənəviyyatında böyük təsiri var. Həm də ziyarət-i Aşuranın o məzmunu ki var, cümlələrinin mənası ki var, çox ali bir dərin mənalara malikdir. Ziyarət-i Aşuranında olan cümlələr. Yəni, orada insan Allahın dostu ilə dost olduğunu bildirir, etiraf edir ki, mən Allahın düşməni ilə düşmənəm və İmam Hüseyn əleyhissalamı yad etmək üçün ziyarət-i Aşura yaxşı bir fürsətdir. Məhərrəm ayı belədir ki, ildə bir dəfə olur. Amma ziyarət-i Aşura, insan hər gün ziyarət-i Aşuranı oxusa, böyük savabı var. Savabından da əlavə insanın mənəviyyatına böyük təsiri var. Və buyururlar ki, insanın qəbr evində də, bərzəx aləmində də insana çox böyük təsiri var. Hətta Şeyx Əbbas-ı Qumi, ki, İslamın böyük alimlərindən biridir, hər gün 3 dəfə bir adam ki,
Ziyarət Aşuranı oxuyurdu hər gün 3 dəfə. O dünyasını dəyişəndən sonra belə bir hadisə nəql eləyir. O dünyasını dəyişəndən sonra onu yuxuda görürlər və o deyir ki, bir gündə İmam Hüseyin əleyhissalam 3 dəfə mənim yanıma gəldi, getdi. Sonra məlum olur ki, bu hər gün 3 dəfə İmam Hüseyin əleyhissalama aid Ziyarət Aşuranı oxuyurmuş. Yəni, həqiqətən də çox böyük xeyri var, bərəkəti var. İnsan onu oxusa çox yaxşı olar. Növbəti bir sual, xums gününə bir ay qalmış, paltar almışam, geyinməmişəm, demişdim xums vermişəm, sonra yadıma düşüb ki, paltar qalıb, geyinməmişəm, yaz üçün almışam. Buna xums düşür, xeyr düşmür. Siz o paltara verdiyiniz pul qalsaydı ona düşərdi. Amma siz ki, o paltarı almışsınız özünüz üçün, baxmayaraq geyinməmişsiniz. Amma üstündən 1-2 ay keçib də sizin xums gününüz gəlib satıb. Həmin o paltarın üstündən 1 il keçsəydi, giyinməsəz o 1 il ərzində o zaman düşər. Yoxsa belə bir aydan sonra almışam, xums günüm gəlib çatıb, ona xums düşmür. Növbəti bir sual, hacı eşitmişəm ki, İmam Rza əleyhissalamın ziyarətinin savabı İmam Hüseyin əleyhissalamın ziyarətinin savabından çoxdur. Bəzi möminlər bu sözə əsas götürərək deyirlər ki, imam qərib olduğuna görə bu haqda nəsə məlumat və ya hədis bilirsiniz. Hədis kitablarında belə bir hədis gəlib. İmam Cavad əleyhissalamdan, İmam Məhəmməd Təqi əleyhissalamdan belə bir məzmunda hədis var. Yəni, məzmunundan bu çıxır ki, İmam Rza əleyhissalamın ziyarəti daha üstündür. Hətta orada hədisin özündə dəlil də gətirilir ki, İmam Hüseyin əleyhissalam hər vaxt ziyarət olunur, hər kəs onu ziyarət edir, daha doğrusu hər vaxt yox, hər kəs Həzrət İmam Hüseyin əleyhissalamı ziyarət edir, amma İmam Rza əleyhissalamı xas, xüsusi insanlar, yəni sırf Əhl-i Beyt tərəfdarları İmam Rza əleyhissalamı ziyarət edir. Bu da nəyə görədir? Bu, hər zamana aid deyil bu söz. Elə məsum imamların öz dövrünə aiddir. İmam Rza əleyhissalamdan sonra bilirsiniz ki, Məhəmməd Təqi əleyhissalam İmam Rza əleyhissalamın oğludur. O dövrlərə aiddir. İndiki dövrə aid deyil bu hədisin, belə deyək, hökmü. Əlbəttə, o hədisdə hökm yoxdur. Sadəcə mən mənanı çatdırmaqdan ötürü bu sözdən istifadə edirəm ki, İmam Rza əleyhissalamın ziyarəti o dövr üçün daha üstün idi. Ona görə ki, İmam Hüseyin əleyhissalamın ziyarətini edirdilər. İmam Rza əleyhissalam qalırdı boş. Və İmam Rza əleyhissalamı yalnız xüsusi insanlar ziyarət edirdi. Çünki İmam Hüseyin əleyhissalamın imamətinə hər kəs inanırdı və ziyarətini edirdilər. İnanırdılar ki, şəhid olub, Kərbala hadisəsi, qanlı hadisə. Yəni, İmam Hüseyin əleyhissalam bir mövzu olaraq insanlara daha aktual idi. Ona görə də hamı hər zaman gedirdilər Həzrətin ziyarətinə. İmam Rza əleyhissalamda isə bu biraz az olurdu. Ona görə də məsum imamlar təkid edirdilər ki, İmam Rza əleyhissalamın ziyarətinə gedilsin. Bu da həm də ona görədir ki, İmam Rza əleyhissalama qədər imamətə inananlar, məsələn, hansısa bir imamın imamətinə inananlar olub və orada dayanıblar. Məsələn, Zeydiyyə olub, İmam Səccad əleyhissalamın oğlu Zeydin imamətinə inanıblar və dayanıblar. İsmailiyyə olub, Həzrət İmam Sadiq əleyhissalamın oğlu İsmailin imamətinə inanıblar və orada dayanıblar. Ondan sonra qəbul eləməyiblər. Sonra Vaqifilər olub, İmam Musa Kazım əleyhissalama qədər imamları qəbul eləyiblər, orada dayanıblar, ondan sonra qəbul eləməyiblər. Yəni, Zeydiyyə olsun, İsmailiyyə olsun, Vaqifiyyə olsun ki, imamlarımızın dövründə şöhrət tapmış məzhəblər idi. Əhl-i Beyt tərəfdarlarına mənsub insanlar idi bunlar ki, bunlar 4, 5, 6, 7 imam qəbul edirdilər. 7 imamdan sonra qəbul eləmirdilər. İmam Rızanı qəbul eləmirdilər. Bunların içərisində hamı İmam Hüseyin əleyhissalamı qəbul eləyirdi. Zeydilər də, İsmaililər də, Vaqifilər də hamı İmam Hüseyin əleyhissalamın imamətini qəbul eləyirdi. Çünki İmam Hüseyin əleyhissalam 3-cü imamda, ondan sonra gələn həmin o adını çəkdiyim məşhur təriqətlər
İmam Hüseyn əleyhissalamın imamətini qəbul edirdi və ona görə də İmam Hüseyn əleyhissalamın ziyarətinə gedirdilər. Amma İmam Rıza əleyhissalam qərib olduğu üçün bu mənada yox ki, vətənindən ayrı düşüb. Belə baxanda başqa İmam Hüseyn əleyhissalam da elə vətənindən ayrı düşüb. Kərbalaya gedib, məsələn, Mədinədən. İmam Rıza əleyhissalam da Mədinədən gəlib Tusa. Yəni, qərib olduğuna qalsa elə İmam Hüseyn əleyhissalam da müəyyən qədər qəribdir. Düzdür, biraz Kufədə qalıb İmam Hüseyn əleyhissalam, amma hər halda əsl vətəni hamısının Mədinə idi. Sadəcə burada həmin o məzhəblər ki vardı, 6-7 imam qəbul edirdilər. 6-7 imam qəbul edənlər hamısı İmam Hüseyn əleyhissalamı qəbul edirlər imam olaraq. Amma İmam Rıza əleyhissalamı imam olaraq qəbul eləmirlər. Nə Zeydilər, nə İsmaililər, nə Vaqifilər. Ona görə də belə bir söz var. Bu söz yadda qalsın ki, İmam Rıza əleyhissalamın hər kəs imamətini qəbul etdisə, ondan o yana imamətdə dayanmayıblar. Hamısı elə 12 imama qədər gediblər. Yəni, İmam Rıza əleyhissalamın imamlığını qəbul edənlər elə sonradan davam ediblər, 12 imamın hamısını qəbul ediblər. Yəni, İmam Rıza əleyhissalamdan sonra sanki İmam Rıza əleyhissalam orada bir səddidir. Ona qədər imaməti qəbul edirdilər bəziləri, ondan sonra qəbul eləmirdilər. Amma hər kəs ki, İmam Rızanı qəbul elədi, o həm də İmam Məhəmməd Təqini, Əli Yənnəqini, İmam Həsən Əsgərini və 12-ci imamı avtomatik qəbul eləyir. Yəni, ondan o yana dayanma yoxdur. Məsələn, 9 imamçı, 10 imamçı yoxdur. Bu cəhətdən o dövrdə İmam Məhəmməd Təqi əleyhissalam buyururdu ki, məsələn, İmam Hüseyn əleyhissalamın ziyarətinə hər kəs gedir. Çünki hər kəs onun imamətinə inanır. Həm də Kərbəla şəhadəti var. Amma İmam Rıza əleyhissalamın imamətinə bir növ qəribdir. Həm belə qəribdir, məkan baxımından, həm də imamətinə inananlar yoxdur. Gəlib 7-ci imamda dayanıblar. Yəni, buna görə, bunu əsas gətirərək, deyirlər ki, yəni İmam Rıza əleyhissalamın ziyarətini gedin. Amma indi ki, şükür Allaha İmam Rıza əleyhissalamdan sonra da nə o təriqətlər var, varsa da o qədər də məşhur deyil, hamısı 12 imamçıdır. Yəni, Şiə-i İsna Əşəri deyirlər. Yəni, 12 imamçı şiələr. O 12 imamçı şiə İmam Rızanın imamətini qəbul etməklə olur. Yəni, onu qəbul elətdirsə, artıq 12 imamın hamısını ardıcıl olaraq qəbul eləyir və şükür Allaha da ki, İmam Rıza əleyhissalamın hal-hazırda ziyarətinə gedənlər daha çoxdur. Bu, belə bir cavab var ki, verdik. Qədirxum hadisəsi Əhl-i-Sünnə hədislərində varmı? Əlbəttə var. Qədirxum hadisəsini heç bir tarixçi, alim, mühəddis, hədis elminlə məşğul olan heç kəs inkar eləmir. Hamı qəbul edir ki, Qədirxum hadisəsi olub. Sadəcə orada mənanı müəyyən qədər insanlar başqa cür başa düşürlər. Çünki hamı bilir ki, o hadisədə Peyğəmbər Həzrəti Əli əleyhissalam üçün buyurdu ki, mən kimin mövlasıyamsa Əli onun mövlasıdır. Sadəcə burada mənanı bəziləri bu cür başa düşür ki, mövladan məqsəd yəni dost, sevimli bir insan, insana dost olan bir kəs ki, Əli əleyhissalam üçün Peyğəmbər buyurdu ki, mən kimin dostuyamsa, Əli onun dostudur. Amma Mövla sözünün ağa, rəhbər, öndə gedən, ondan sonra insanın başının bağlandığı bir kəs, bax, bu mənaları da var. İxtiyar sahibi, sahibi ixtiyar. Məsələn, deyirlər ki, qızın vəlisi atasıdır. Yəni, atasının ixtiyarı olmadan, icazəsi olmadan qız ərə gedə bilməz, məsələn. Orada, bax, şəriətdə belə bir söz işlənir, vəli. Yəni, vəli kimdir? Bunun üzərində vilayəti var. Mövla o kəsdir ki, insanların, bəşəriyyətin, ümmətin üstündə vilayəti var. Yəni, nəyi var? İxtiyarı var, ağalığı var, rəhbərliyi var. Peyğəmbər, bax, onu Həzrət Əli əleyhissalam üçün deyib. Bəli, o sözün dost, yardımcı mənası da var. Amma Qədirxum hadisəsində o mənada işlənmir. Çünki o qədər kütlənin qarşısında Peyğəmbər durub nə mənası var desin ki, mən kimin dostuyamsa Əli onun dostudur. Nə ehtiyac var Həzrət Əlinin dostluğunu bəyan eləməyə? Halbuki Quran-ı Kərim buyurur ki, İnnəməl müminunə ixvətun, möminlər bir-biri ilə qardaşdır. Əgər bəziləri deyirlər ki, Yəməndə olub Həzrət Əli əleyhissalam həmin vaxtı Həccətül Vidada, oradan gəlib Həzrəti Peyğəmbərə qoşulub və qaydanda Qədirxum hadisəsi baş verib və sanki Peyğəmbər
Yəmənlilərə çatdırırdı ki, Həzrəti Əli əleyhissalamın dost olduğunu, sevimli olduğunu, çünki Yəmən cəmaatı Həzrəti Əli əleyhissalamdan incimişdi. Bu da söz deyil, çünki onu Yəmən cəmaatına deyərdi. Bu qədər insanı ki, burada Mədinəli var, Məkkəli var, Misirli var, ondan sonra 120 mindən çox insan deyirlər orada olub. 3 gün Həzrəti Əli əleyhissalamı təbrik ediblər. Qardaş, Yəmən cəmaatına çatdırıbsa, başqaları niyə gəlir Həzrəti Əlini təbrik edir? Yəni, bu sözlər mənadan, əsl mənadan qaçmaq üçün deyilən sözlərdir. Hadisənin mahiyyətini heç kəs inkar eləmir. Yəni, bu qədər Qədirxum hadisəsi mənbələrdə gəlib və qəbul olunur. Ağıl niyə bəs eləmir? Vəhyə nə ehtiyac var? Bu suala zəhmət olmasa. Hətta bəzilər deyir ki, Allah elə məni Peyğəmbər seçərdi də. Bəli, ağıl niyə bəs eləmir? Vəhyə nə ehtiyac var? Ağıl müəyyən yerə qədərdir. Ağıl bəzi şeyləri müəyyən eləyir, amma bəzi şeyləri müəyyən eləmir. Məsələn, ağıl axirətdə hadisələr necə olacaq, sual-cavablar necə olacaq, nədən soruşulacaq, ondan sonra bu mövzularda, məsələn, cənnət necə olacaq, sirat necə olacaq, tərəzi necə olacaq, bunlar barədə ağıl necə müəyyən eləsin ki, bunlar necə olacaq? Yəni, ağlın ora yolu yoxdur. Şəriətə də, qanunvericiliyə də ağlın yolu yoxdur. Ona görə də ağıl verilib insana ki, dünyada, o ictimai məsələlərdə ağıl müəyyən qədər rol oynaya bilər. Amma vəhy ilə müqayisədə əlbəttə ki, ağıl bəs eləmir, kifayət eləmir. Həm də ağlın tərəddüdü var. Ağıl bəzən şübhəyə düşür, ağıl bəzən peşman olur. Çox var belə insanlar deyirlər ki, mənim sonrakı ağlım, məsələn, müsəlmanın sonrakı ağlı, belə bir sözlər deyirlər. Yəni, bu sözlər onu göstərir ki, ağıl peşman olur, ağıl şübhəyə düşür, ağıl səhv eləyir. Ona görə də vəhyə ehtiyac var ki, ağıl səhv eləyəndə düzəliş versin. Ağıl peşman olmasın deyə sonradan, bəri başdan yolu ona düz göstərir ki, sonradan peşmançılıq olmasın. Bəqa nədir? İmam Zamanın zuhuru bəqa edə bilər. Nəsə sualı mən başa düşmədim. Bəqa sözünlə İmam Zamanın zuhurunun da heç bir əlaqəsi yoxdur. Bəqa, baqi qalmağa deyirlər. Bir var fəna, bir var bəqa. Fəna aradan gedən şeyə, bəqa isə qalan bir şeyə deyirlər. Sonuncu sual, Haqqunnas, Haqqullah, Haqqunnas, Haqqullahdır, yoxsa Haqqunnas? Mən belə başa düşdüm ki, Haqqunasla Haqqullah. Haqqunnas yəni insanların haqqı, Haqqullah yəni Allahın haqqı. Haqqullah və Haqqunnas. Ki, məsələn, namaz Allahın haqqıdır, oruc Allahın haqqıdır. Bir də var insanların haqqı. Bizdən də istənilən budur ki, həm Allahın haqqına riayət edək, həm də insanların haqqına. Bu qədər. Vəssalamu aleykum və rəhmətullah və bərəkatuh.